sizi qəlbən öpürəm, hər birinizi təbrik edirəm. Burada bizim çox hörmətli Telman müəllim çox geniş qeyd elədi Ayda xanım haqqında. Həqiqətən başda Telman müəllim olmaqla Bahar xanım, Ayda xanım bütün universitetimizə qulluq edən bir insanlardır və bütün fakültələrimizin işçiləri, hamısı onları böyük rəğbət bəsləyirlər. Ona görə də mən Telman müəllim dediklərinə qoşularaq bir daha deyirəm, Ayda xanım universitetdə çox hörmət qazanmış bir insanlardan biridir. Və eyni zamanda Rəna xanım burada sizin, yəni bizim qonşularımız əyləşiblər. Hamılıqca, bütövlükcə sizə böyük hörmətimiz var. Burada mən hamısının adından deyirəm. Bir daha sizi təbrik edirəm. Bir daha sizi qəlbimə basıram, deyirəm, çox mübarək olsun. Allah xeyir versin. Zaman qardaş, sənin bugünkü toyun mübarək olsun. Allah Taala sənin bugünkü yolu həmişə işıqlı eləsin. Arzu edək ki, bu gənclər bizim üçün, xalqımız örnək bir ailə olsunlar. Mən ona əminəm. Bir daha sizə təbrik edirəm. Allah mübarək eləsin, Allah xeyirləsin. Buyurun, çox sağ olun. Çox sağ olun. Mən də qonşu kimi mənə bu iki gənci təbrik edirəm. Allah xoşbəxt eləsin. Oğullu qızda olsun. Çox sağ olun. Allah xoşbəxt eləsin. İnşallah Allah Adilə bu toydan qismət eləsin. Bu toyda bizdə söz demək qismət olsun. Cahid buradan mənə qınıyırdı ki, mənim adımdan da təbrik elə. Rəna xala, sənin quzu kəsərəm. Bəli deyən dili və quzu kəsəm. Qada görməyəsən. Sənə quzu kəsərəm. Allah qismət eləsin. Sənə nəvə qismət eləsin. O oyunda inşallah oğlan qız fərqi yoxdur. Bizə söz demək qismət olsun, iştirak eləmək qismət olsun. Allah birinci Adilə toy qismət eləsin. Biz də onun toyunda bax belə bir əziyyət çəkək. Amin inşallah. Sağ ol, başına dönərəm sənin. Sağ ol, Allah eləməz. Nəysə. Hadi, quzu kəsərəm sənə. Bir dənə bu sözə son qoy, bir dənə oynayaq. Mən söz qoymadılar. Yəni ürəkdən keçən sözdən hamısının qonşularım dedi. Mən də o cümlədən xoşbəxtlik arzulayıram Aydaya. Çox sağ olun qonşular. Hamımızdan milyon dəfə çox razıyam. Çox sağ olun, Allah köməyiniz olsun. Sizin də qapılarınıza belə xeyir işlər. Bütün qonşuları bir nəfər kimi, xanımları, bəyləri, qızlarımız hamısı dəvət edirəm. Buyurun. Beş olsun qonşular rəqsə dəvət edək. Gözümüzün dərə gəlsin.
bizden dileğimiz olmasın. Gelsin güzel musiki. Şu. Sifarişte var. Bazen elin bey gelin eyleşsin, hamle eyleşsin. Buyurun ayaklarınız var olsun. Bu başka mesele. Oyunun ayaqlarınız var olsun. Mən tam səmimiyyətlə deyirəm, bunu söz xətrinə demirəm. Müharibə gedən ölkədə, hərbi qanunlar işləyən ölkədə hərbiyə söz verən adam 5 dəqiqə gecikirsə ən azı tribunala verirlər. Mən 9:00-da hərbiçilərə söz verməliydim. Ona görə ki, təkcə onu fikirləşməyək ki, onlar da bizi ilə toydadılar. Amma fərq ondadır ki, onlar Beyləqanı, Haradizi, o biri dostlara etibar eləyib gəliblər. Birazdan indi mən düşünürəm, onlar rəqs eləyən kimi bu məclisi tərk eləyib yenə Azərbaycanın sərhədlərinə qayıtmalıdırlar. Xahiş eləyəcəm bütün hərbiçilərdən. Hərbiçiləri hamısını rəqsə dəvət eləyəcəm. Bir dənə xahişim var. Burada kursant yoldaşları da var. Kursant yoldaşları da var bəyimizin. Yəni mən hərbiçinin nə kursantı, nə zabit. Bütün o həm təzə, həm köhnə yerin adından bir nəfərə söz verəcəm. Bizim vaxt olub mənə tabi olan bir adam. Amma indi mən ona çesini müraciət edirəm. Yoldaş leytenant, yoldaş başdan Əsədov. Qoy o bütün həm təzə, yoldaş Əkbərov. Sizə müraciət edirəm. Həm təzə, həm köhnə əskərlərimizin adından qoy indiki həm sizin, həm mənim Əskər Əsədovun adından qoy baş leytenant Əsgərov danışsın. Və bütün Azərbaycan əskərlərinin adından sizə öz diləklərini getirsin. Və desin, ondan sonra biz yekunlaşdıraq, biz hərbiçilərlə bu Qızılgül restoranı, sonra Qızılgül ansamblı yekunlaşdırsın. Komandi, yaltır. Allah səni xoşbəxt eləsin. Allah xoşbəxt eləsin. Ağam Aliyevə verin. Zaman, sən bu günü biz çoxdan gözləyirik. Allah səni xoşbəxt eləsin. Allah başacan eləsin. Mən bir də Səməd Vurğun şeirini demək istəyirəm. Deyir, dünya bir evdirsə, övlad işıqdır. Oğul arxadırsa, qız yaraşıqdır. Yəni, sənlə bərabər bizim gəlin bacımızın sağlığına, Allah sizi qoşa qarısın. Çox sağ olun. Oğullu qızda olsun. Sağ olun. Beş olsun. Nə rəqs eləyək? Bir dəqiqə, üz istəyirəm. Qoy bir nəfər də kursantlar dostlardan desin. Əvvələ hamıya minnətdarımızı bildirmək istəyirik ki, bizə yer vermişsiniz, söz vermişsiniz. Zaman çox gözlədik, axır ki. Allah xoşbəxt eləsin, qardaş. Oğullu, uşaqlı olasan, xoşbəxt olasan, nümunəvi ailə qurmaqla sən nəsib eləsin. Bir yerdə yaşamağa nəsib eləsin, sağ ol. Biz də arzumuzda da, bir də çox gözlərik sizi kimi. Gözlədiyi yəqin həm söz mənasında deyirsən, həm zamana vurğulayırsan. Amma musiqiçilər də çox gözlədi. Bir gözəl rəqs gəlsin, hərbiçilərin zövqüncə. Hərbiçilər. İranı ilə başlayaq mı siz dediyiniz mahnıda? Hərbiçilerde böyle şey.
eşk olsun, çox sağ olun, müzisyen. Arzuların hamısı yerinə yetmək üçün əyləşməyik. Bu kollektivin rəqsi bir ceyranım var. Mən də neyiniyim, məcbur ellər qardaşlar saxlayıb. Bir ceyranım var, sonra da gənclər üçün orada distə mahnı var. O 2 mahnını rəqs eləyəcəyik. Gecikdiyim 5 dəqiqəni əlavə eləmişəm, söhbəti yoxdur. Bir ceyranım. Bunların hamısı bu dəqiqə vətən torpağı qorumaya gedir. Bir də oynasın çıxdı. Mən arzulayıram ki, sizlər Azərbaycanın hamısının ümidini doğruldasınız. Gözümüz sizdədir. Amma ceyranım olsun. Nə olsun bəs? Hörmətli hərbiçilər. Hörmətli oğlum Zaman. Çox sağ ol. Mənim ümidimi yerinə yetirmişsən. Mənim o nəsə zəhmət çəkmişdim sənə. Onu sən çatdırmışsan. Mən sizdən çox razıyam. Mən Zamanın atası olmaqla mən sizə minnətdarlığımı bildirirəm. Siz ki Zamanın valideyninə qarşı bu qədər münasibət bəsləyib, onu toyuna bu qədər belə maraqlanmışsınız. Onun ailə qurmaq üzərində belə hərəkətlər edirsiniz. Çox sağ olun. Biz ailə işlə sizə minnətdarıq və arz edirəm ki, sizin xeyir işlərdə biz də iştirak edirik. Sağ olun. Eşk olsun, sağ ol Ayas Çarday, sağ ol. Bu bir qürur duyan ata ürəyinin sözləriydi və bunun dalınca ceyranımla başlayaq, bu iti rəqslər olacaq, tanıqlayın. Sizə limit yoxdur, oynayın arxanızı. Amma çalışın yığcam olsun.